Salam, xoş gördük sizi, hörmətli izləyicilər. Biz bugün Kürdəmir rayonunun Yeni Atakişili kəndində sizi istedadlı qızlarımızla, şagirdlərimizlə təqdim edirəm sizlərə. Buyur, adın, soyadın? Rüstəm Gülay Səbuhi qızı. Gülay, sən neçənci ildə hardan olursan? 2016-da Kürdəmirdə. Bəs indi? 2016-da 26 apreldə. İndi hansı məktəbdə oxursan? Rüstəm Quliyev adına 5 nömrəli tam orta məktəb. Şəhid Rüstəm Quliyev adına tam orta məktəbdə. Bilirik ki, dərslərini yaxşı oxursan. İstəyərdim bizə deyəsən ki, sən məktəbdən çox sevdiyin fənlər hansılardır? Riyaziyyat fəni, təsvir incəsənət, musiqi. Onlardan yaxşı oxursan. Ümumiyyətlə hamısını yəqin yaxşı Yaxşı oxuyuram, amma ən sevdiyim olar. Ən sevdiyim. Və sən çox sevdiyin müəllimələr? Mənim sinif rəhbərim Yusufoğlu Sevda müəllimə və dərnək müəllimə Şıxəliyeva Sevda müəllimə. Sən boş vaxtlarında hansı işlərlə məşğulsan, nə iş görsən? Kitab oxuyuram, şahmatla məşğul olam, oynayıram. Şahmatla məşğulsan, istəyərdim uğur nəticələrini də bizə göstərsən, izləyicilərimizə. Bu 3-cü yerin medalı şahmatdan almışam. Bu da 1-ci yer medalı. Bunu da şahmat yarışından almışam, qazanmışam. İndi bunları təqdim elə, özünə açıqlama ver. Bunu ilin sonunda sinif rəhbərim Yusufoğlu Sevda müəllimə verib ən sonda kim yaxşı oxuyubdu onlara görə. Sonra bu diplomu da mənim eyni şahmatdan almışam bunu. Bunda da yer tutmamışdım, deməli, tərtibnamə olmaq üçün belə diplom verildi. Bunu da isim layihəsinin üzrə imtihana getirdim. B pilləsini çıxmışam, ona görə mənə belə sertifikat veriblər. Sonra bunu da şahmatdan almışam, yer tutmamışam, ona görə mənə bir dənə diplom veriblər. Bunu da 2-ci sinifdə dediyim kimi sinif rəhbərim Sevda müəllimə veribdir, yaxşı oxuyanlar üçün. Bunu da şahmatdan almışam. Yer tutmadığına görə mənə belə tərifnamə veriblər. Bunu da məntiq üzrə dərnəyə gedirdim. Şıxəliyeva Sevda müəllimə mənə tərifnamə veribdir ilin sonunda. Bu da yaşıl kartımdır. Dərsdə yaxşı oxuyanlar, imtihana yaxşı nəticələr topladığım üçün içdən yaşıl kart veriblər. Maşallah, uğur nəticələrin çoxdur. İnşallah bundan da yüksəklərdə olasan, uğur nəticələrin daha çox olar. İstəyərdim, bizə deyərdim, böyüyəndə kim olmaq istəyirsən? Mən böyüyəndə diş həkimi olmaq istəyirəm. İnşallah ki, arzuna çaparsan. İndi istəyərdim, balaca bacını təqdim edək. Sən adın nədir? Mustafa Məryəm. Sən harada oxursan, hansı məktəbdə oxursan? Rüstəm Quliyev adına 5 səhəli tamamlı məktəbdə. Bacı oxuyan məktəbdə oxuyursan. Sənin məktəbdə ən çox sevdiyin dərslər hansılardır? İngilis dili və informatika. Müəllimələrin adını deyərdin, həm dərs keçən müəllimlərin? Dərnək müəllimim Şıxəliyeva Sevda müəllimim, bir də Kərimova Suna müəllimim, sinif rəhbərim. Sinif rəhbərin. Sən böyüyəndə kim olmaq istəyirsən? Böyüyəndə müəllimə. Nə müəlliməsi? İngilis dili müəlliməsi. İnşallah. Qızlar, mən də sizə birinci can sağlığı arzulayıram uzun ömür. İkinci, dərslərinizdə sizə müvəffəqiyyətlər arzulayıram. İnşallah bütün arzularınıza çapasınız. Çox sağ olun. Yəni, arzuladığınız peşəyə nail olasınız, yenənəsiniz. Çox sağ olun, təşəkkür ederim. Öncəliklə valideynlərim olmaqla sinif rəhbərim Yusufoğlu Sevda müəllimə və dərnək müəllimə Şıxəliyeva Sevda müəllimə buradan təşəkkürümü bildirirəm. Onlar mənim üçün çox əziyyət çəkibdir. Mən onların sayəsində belə gəlib medallar və tərifnamələr qazanmışam.